Dünən mənə bir nəfər zəng eləyib. Deyir, əlimdə 1000 dollarım var, bu sahəyə başlamaq istəyirəm. Səncə risklidirmi, bu pulu itirə bilərəmmi? Nə qədər axmaq bir sual verir mənim üçün. Elə biznes sahəsi varmı ki, orada itki olmasın, orada risk olmasın. Bunu bütün biznesmenlər bilir ki, nə qədər böyük risk eləsən, bir o qədər də yüksək gəlir əldə eləyərsən. Hər biznes sahəsində risk də var, itki də var. Əlində 1000 dollarım var. Bu sahəyə başlayarsan, illər sonra 10.000 dollar qazana bilərsən. İtirəcəyin məbləğ maksimum elə 1000 dollardır. Amma mənə bir dənə real biznes göstərəcəm ki, orada 1000 dollarla başlayacaq. İllər sonra mənə 10.000 dollar qazandıracaq. Yoxdur elə biznes sahəsi. Elə bir istedadı olan varsa gəlsin, o 1000 dollarda mənim özüm yatırım edirəm həmin adamın özünə. Bu bazar qorxaq insanların yeri deyil. Riski göz alan insanların yeridir. Sənin kimi qorxan insanlar səhər 9, axşam 6 işləməyinə davam eləsin. Amma unutma ki, qorxan insanlar qorxmayanların bir ömür tabeçilindədir.